mərhəmətli və daim aşiq olan Rəbbimin adıyla. Axşamınız xeyirli olsun, əziz və dəyərli kitab sevərlər, əziz yoldaşlar. Hər birinizi sevgi və hörmətlə salamlayıram. Bugünkü görüşümüzə yenə də incə və zərifliklə təyin olunmuş yeni bir məqam ilə başlayırıq inşallah. Bu günləri psixospiritual inkişaf, özünə qayıdışın 100 məqamı kitab mütaliəmizin 3-cü məqamında inabə və ya inabət mövzusunda bir neçə dəqiqə sizi mənəvi bir səfərə çıxarmaq istəyəcəm. Çox maraqlıdır ki, ümumiyyətlə insan kəlmə tapa bilsin içimizdə baş verən əhvallar, hallar, duyğulara. Yəni bir çox hallarda biz öz duyğu, emosiyalarımızı, xarakterlərimizi, davranışlarımızı adlandıra bilmirik. Və bu əslində irfanın və bu mənəviyyat yolunun 1000 il bundan əvvəl insanı necə müşahidə ediblər ki, xanım yoldaşlardan biri yazmışdı ki, sanki özümü bir tuneldə hiss edirəm bu kitab mütaliələrində. Doğrudan da belədir. Sanki bir tuneldən keçirik və gözəl bir tuneldir, möcüzə dolu bir tuneldir. Hisslərimiz və emosiyalarımızla bağlı adları var. Hələ ki, biz bunları başa düşə bilirik və ya başa düşməyə çalışırıq. Bir növ çətindir əslində ifadə etmək. Bu müqəddiməni ona görə elədim əslində ki, doğrudan da rahat deyil insan yaşadıqların, o hisslərin sözə, kəlmələrə düzüb ifadə edə bilsin. Bu inabət mövzusu da həmin mövzulardandır. Xüsusi bir şuur, xüsusi bir dərk, xüsusi bir aramlıq və idrak halı istəyir ki, insan bunu özündə həll edə bilsin, ən azından dərk edə bilsin. Məsələn, öncəki məqamlarla bunu ayırt edə bilsin, daha sonra da praktik olaraq həyatında tətbiq edə bilsin. Mən çalışdığım qədər bunları sadə şəkildə sizə çatdırmağa çalışacağam və sizdən də istədiyim budur ki, bu neçə dəqiqələri həm canlı olaraq burada iştirak edən yoldaşlar, həm daha sonra bu səs yazısını dinləyəcək yoldaşlar, zehnimizdə olan bir məşğələlər var, bir qarışıqlıqlar var, gündəlik tələbatlar var, qayğılar var, ehtiyaclar var. Sanki bir anlıq da olmalı olsa, bu bir neçə dəqiqədə onlardan rəha olaq və köklənək qəlbimizdə sanki onları eşitməyə çalışaq və sanki qəlbimizlə dinləyib onu yaşamağa çalışaq, ən azından bu mövzular bizdə hopa bilsin deyə, bizdə dərk ola bilsin deyə. Bəzən soruşurlar ki, bu məqamlar və ya bu meydanlar bir-birinin ardıcıllıqla gəlməlidir, yoxsa bir-birinin içindədirmi? İndi ya içindədir, ya bir-birinin ardıcıldır, zəncirvardır. Hər bir halda biz istəyirik bu hallardan keçə bilək. Lakin sona qədər bizim bir sanki şah açarımız var, şah kilidimiz var. O da tövbə mövzusudur ki, digər bundan sonraki 97-98 məqamların hər birində sanki təkrar olacaq. Yəni, o bir şah açardır ki, bütün meydanlara, bütün məqamlara düşən bir açardır. Bugünkü inabət mövzusu, bu da qayıdışdır, dönməkdir. Lakin tövbədən daha dərindir. İzah eləyəcək və ümid edirəm ki, bu izahlar bu fərqləri dərk etməyə bizə xüsusi o qeyd etdiyim müqəddimədə idrak halı versin ki, özümüzdə həzm edə bilək bunları. Psixologiyada belə bir mövzu var, zehnin fokuslanması və ya diqqət qanunu. Biz nəyə diqqət ediriksə, həyatımızda nəyə fokuslanırıqsa ki, həyatımızda baş verən hadisələr də ona cavab verir. Bizim təlimlərimizdə iştirak edən yoldaşlar xüsusilə zehnin mahiyyəti barədə bilirlər ki, zehin özü bir varlıq kimidir. Yəni, o dayanmır, o davamlı olaraq hərəkət halındadır. Və təəssüflər olsun ki, bu dünya xarakteri və xüsusiyyətindən irəli gələrək bizi harda mənfi, negativ hadisələr var, sanki həmin mövzulara yönləndirir. Məsələn, biz müqəddəs kitablara baxanda görürük ki, bir neçə hadisələrdə, şəraitlərdə yaradan tövsiyə edir və ya göstəriş verir və ya əmr edir. Yəni, bəzən göstərişdir, bəzən tövsiyədir, bəzən hətta əmr dili ilə danışır ki, üz döndərin, yəni üz çevirin. Bu üz döndərmək, yəni fokusumuzu nəyin üzərinə qoymalıyıq, diqqətimizi nəyin üzərinə qoymalıyıqsa, zehnimiz də biz üçün həyatımızı, bizdə yaranacaq psixoloji vəziyyətləri onun əsasında tənzimləyir. Xülasə olaraq, zehnimiz baş verən hadisələrə fokuslanmaqla müsbət reaksiya alır. Yəni, nəyə fokuslanırıqsa, onu həyatımızda daha da çoxaltmış oluruq. Üz döndərməklə, e'raz etməklə, Quran dili ilə desək, buna deyir e'raz etmək, üz çevirməklə, yəni fokusumuzu onun üzərindən götürməklə isə daha yaxşı təsir göstərə bilir.
İndi sahəm gərəyi mənə müraciət edən insanlar var. Məsələn, siz özünüz də bunu müşahidə edə bilərsiniz. Məsələn, yoldaşlardan var idi ki, qaynar xəttə işləyirdi. Bir hardasa 9 ay, 10 ay idi, özü də peşəkarı idi. Bunlar qaynar xəttə ancaq zəng eləyənlər intihar halları idi və yaxud da gərgin psixoloji vəziyyətləri idi. Bir bunun nümunəsi var, yadınızda saxlayın bunu. Digər bir nümunə olaraq, məsələn, problemli şöbələrdə, bu problemli şöbələr şirkətlərin, ola bilər bank sahəsi olsun, ola bilər hər hansısa maliyyə sahəsi olsun, bu sahələrdə çalışan insanlar, hansılar ki, xüsusilə problemli müştərilərə baxırlar, problemli işlərə baxırlar. Bir müddətdən sonra onların özündə psixoloji sıxıntılar, anksiyete pozğunluqları, narahatlıqlar baş qaldırmağa başlayır. Niyə? Çünki onların fokus nöqtəsi, diqqət nöqtəsi həmin o narahat edici vəziyyətlərdir. Bir yoldaş vardı, danışırdı, deyirdi ki, bu İslam ölkələrinin birində televiziya kanallarında işləyirdi. Vəzifəsi də sansor bölümünə baxırdı. Yəni, xaricdən gələn filmləri sansur etmək. Ümumiyyətlə, həmin sahəyə, həmin peşəyə kadr götürmək üçün seçirdilər. Yəni, peşə bacarıqlarından da əlavə dini, imanı yerində olan kadrlar götürsünlər. Həmin yoldaş deyirdi ki, bir müddətdən sonra həmin o sansur bölməsində işləyən insanlar da, məsələn, görürdük ki, qanunsuzluğa doğru meyllənirlər. Heç çox o yana getməyək. Hətta bu edit sahəsində xidmət göstərən insanlar, tutaq ki, hər hansısa bir videonu edit eləyir, səs yazsın, edit eləyir. Çalışan yoldaşlar ana xəttdə, o mövzu ola bilər elmi mövzu olsun, ola bilər faydalı bir mövzu olsun, ona fokuslanmırlar. Onların işləri edit sahəsi olduğu üçün yalnız və yalnız nöqsanlara fokuslanırlar deyə bir müddətdən sonra onların özündə belə psixoloji bir narahatlıqlar baş qaldırır. Bunu ona görə müqəddimə olaraq dedim ki, bu zehnimizin fokus və diqqət qanununu ciddiyə alaq. Biz nəyə diqqət ediriksə, nəyə fokuslanırıqsa, o da həyatımızda sanki baş qaldırır, sanki çoxalmağa başlayır. Və təəssüf olsun ki, belə bir ümumiyyətlə dünya üzrə ölkə yoxdur ki, məsələn, hər hansısa bir yol qəzası baş versin, dərhal hamı istəyəcək ki, gedin baxım görüm nə olub orada. Hamımız maraqlanmaq istəyirik ki, başqalarının bədbaxtlıqlarından baş çıxara bilək. Yəni, bu bizim üçün maraq nöqtəsidir, fokus nöqtəsidir. Burada istəyirəm sizə bir mesaj ötürəm ki, əslində bugünkü mövzumuzun da ana xətti, açar nöqtələrindən biri də budur ki, biz nəyə diqqət etməliyik və harada üz döndərməliyik, harada fokusumuzu çevirməliyik, gözümüzü, qulağımızı idarə etməyi bacarmalıyıq. Bəzən insan günahdan dönə bilir, amma hələ də haqda qalmır, həqiqətdə qalmır. Biz birinci meydanda tövbə haqqında danışdıq geniş şəkildə. Dedik ki, bu dünya gərəyi sanki biz o sıfır nöqtəsi ki, həqiqətdir, yaradandır, Allahdır, mənbədir, əsildir. Sanki ondan yavaş-yavaş uzaqlaşırıq və qeyd elədik ki, bu həyatın da xarakter və xüsusiyyəti budur ki, bizi həmin o nöqtədən uzaqlaşdırsın. Tövbə buydu ki, davamlı olaraq xatırlayaq və geri dönək. Bir növ feili bir proses idi. Yəni, insan artıq davam etdiyi yaşayışın dərkinə çatır və tövbə açarıyla, təryak adı verdi ona. Yəni, bizim içimiz sanki iltihab edib, sanki üfunət eləyib. Həmin o antivirusu vurmaqla özümüzü təmizləyək və paklayaq qayıdaq idi. İkinci meydanda biz mürüvvətdən danışdıq, yəni biraz gücləndik, sanki o iltihablarımız sakitləşdi. İndi istədik ki, necə edək özümlə ağıl üzərində davrana bilim, öz dəyərimi bilə bilim. Eyni zamanda başqaları ilə necə davranım? Eyni zamanda Yaradanla, Allahla hansı vəziyyətlə ünsiyyət qurum? Bugün gəldiyimiz mərhələ və məqam artıq biraz daha dərin məqam olmalıdır. Çünki biz sanki o iltihablarımızı sağaltdıq, artıq yavaş-yavaş frekansımızı qaldıra bildik. Özümüzlə, başqalarıyla və Yaradanımızla ünsiyyətimizi qurmağa çalışdıq. Və burada artıq inabət ortaya gelir. İnabət sadəcə düzəlmək deyil. İnabət istiqaməti dəyişməkdir. İnabət yalnız səhvlərdən ibarət deyil, yəni səhvləri görmək deyil. İnabət Allahdan qeyri olan, Allahdan başqa olan hər bir mərkəzdən üz çevirməkdir. Bayaq müqəddimədə qeyd etdiyim o fokus qanunu buna görə idi. Ki biz bunun dərkinə çata bilək ki, qeyri Allahdan başqasına fokuslanmayaq. Biz öncəki bölümlərdə necə işvə, necə naz ilə Yaradanla danışmaq haqqında danışdıq. Qeyd elədik ki, onun nazı, niyazını necə çəkmək lazımdır. İnsan öz aşiqi ilə, aşiq-məşuq arasında o danışıq dili necə olmalıdır, onun haqqında danışdıq. Belə olan halda
İnsan həyatı an-ba-an, ləhzə-bə-ləhzə Yaradanın öz həyatında hiss eləyə bilir, onu görə bilir, onu ləms eləyə bilir. Sanki bu cür düşünə bilərsiniz ki, bizim qəlbimizdə bir maqnetik sahəyə meyillik var. Bir maqnetik sahəyə doğru istiqamətlənmək istəyir, onu tapmaq istəyir. Bu inabət həmin o nöqtəyə doğru hərəkətdir. Yəni seçdiyi nöqtəni, mənbəni, həmin o sıfır nöqtəsin davamlı olaraq sükanı həmin o istiqamətdə saxlamaqdır. Həmin o sirat-əl müstəqimdə qalmaqdır. Tövbədə belə idi ki, biz davamlı çıxırdıq o sıfır nöqtəsindən və qayıdırdıq, çıxırdıq və qayıdırdıq. Buna görə inabət biraz daha dərin və daha ağır bir məqamdır ki, biz edə bilək, qəlbimizi həmin o maqnetik sahədə saxlaya bilək. Qədim hekayələrin birində oxumuşdum. Bir cavan oğlan bir qıza aşiq idi. İllərdir onun həsrətindən yanıb tutulurdu. Nəysə bir səfər qarşıya gəlir, elə olur ki, həmin sevgilisinin şəhərinə gələsi olur və sevgilisi ilə görüşə bilir. Sevgilisi bundan soruşur ki, mənə çoxmu aşiqsən? İllərdir sənin həsrətindən yanmırammı? Deyir ki, sən mənim bacımı görmüsən, o nə gözəllikdədir. Görmüsən mənim bacımı? Deyir, kimdir sənin bacın? Deyir, çön arxandadır. Bu cavan oğlan çönür belə arxasına baxmağa. Qaydanda qız buna bir şillə vurur. Yəni, necə aşiqsən ki sən, hətta bu bəhanə ki, bacım gözəldir, üzü döndərirsən. Bu əslində hekayə bizə bunu çatdırmaq istəyir ki, elə ki biz təyin elədik, mənim məhbubum, mənim aşiqim kimdir, artıq hər gələn səsə dönməyim, hər gözəl özün göstərənə dönməyim. İnabət bax burada özün göstərir. Yəni o maqnetik sahəni çevirməmək, o fokusu və diqqəti eyni mənbədə saxlamaq qabiliyyətidir. Şeyx Ənsari 1000 il bundan əvvəl bu inabət haqqında danışarkən buyurur ki, inabət mürüvvətdən doğar. Və bunun üçün bir neçə ayələr gətirir. Məsələn, Qaf surəsi deyir ki, kim ancaq və yalnız Allaha fokuslanarsa və Allaha yönələrsə, onlar üçün ibrətlər var. Onlar ibrət alarlar, nəsihət alarlar. Bu ayədə bizə göstərmək istəyir ki, hər düşünən, hər fikirləşən oyanmır. Hər bilən dəyişmir. Hər oxuyan anlamır. Bu inabət kəlməsi müxtəlif formalarda hallana bilər. Ərəb dilli qrammatikada yunib kimi gələ bilər, unibə kimi gələ bilər. Bunu araşdıra bilərsiniz müqəddəs kitablarda. Sözün kökü olaraq, inabət olaraq, munib olaraq araşdırıb tapmaq olar. Anlamaq üçün deməli nə lazımdır? Dedik ki, anlamaq üçün düşünmək kifayət deyil, bilmək kifayət deyil, oxumaq kifayət deyil. Yönəlmək lazımdır. İdrakın istiqamət məsələsidir bu. İdraki, şuuru, fokusu davamlı olaraq bir nöqtədə saxlamaq potensialıdır bu. Və daha sonra Şeyx Ənsari buyurardı ki, inabət nədir? Ve həmə çiz bazgəşdən, yəni hər şeydən dönüb tək birinə qayıtmaqdır. Bu vacib və mühüm kəlmədir. Yalnız günahdan deyil, yalnız səhvlərdən qaçmaq deyil. Hər şeydən dönüb haqqa qayıtmaqdır. Yəni insan artıq demir ki, hər hansısa etdiyim bir davranış günahdır və yaxud da bu məni Allahdan uzaqlaşdırır, demir artıq. Özün həmin o maqnetik sahədə, daha doğrusu hər hansısa bir davranışı günah olaraq, səhv olaraq qiymətləndirərək rəftarlarına istiqamət vermir. Bəlkə mən hazırda davamlı olaraq hansı istiqamətdəyəm, nədən hardayam sualı, kimin üçünəm, nə üçün buradayam sualını axtarır. Bizim qaydalarımıza əsasən 3 baxışla irəliləyir. Birincisi qeyd edir ki, Peyğəmbər səlavatıllahların inabəsi. Burada Peyğəmbər və yaxud da nəbilər xüsusi bir kateqoriya olaraq sanki missiyası Yaradan tərəfindən insanların hidayəti üçün, dünya və axirətinin islahı üçün təyin olunmuş xüsusi şəxslərdir. Lakin bu o demək deyil ki, biz də edə bilmərik. Biz bunlardan ülgü götürüb maksimum cəhətdən özümüzü bənzədə bilərik əslində. Deməli, ilk mərhələ, ilk rükun Peyğəmbərlərə məxsus oldu. Bu xüsusiyyətin içərisində bütün bəndlərdən, bütün iplərdən azad olmaqdır. Çətindir. Hamının buna gücü çatmaz, qəbul edirik bunları. Yəni, bütün ipləri necə edə bilərəm mən qırım? Bütün iplərdən azad olum. Buranda bunun üçün məsələn nümunələri var. Həzrət İbrahim əleyhissalama Hud surəsi 75-də. Deyərdi ki, İbrahim çox deyirdi ki, ah çəkərdi. Ah çəkmək, yəni bir növ yad etmək mənasında, bir növ yönəlmək mənasında və Allaha
fokuslanardı, diqqət edərdi. Sonra Davud əleyhissalam haqqında qeyd eləyir. Sad surəsi 24-də bunun işarəsi var. Şüeyb əleyhissalama işarəsi var. Yenə də Hud surəsi 88-də və eyni zamanda Loğman surəsi 15-ci ayədə Həzrəti Peyğəmbər səlavatıllaha ki, bu günlər Rəcəb ayıdır və məbəs günləridir. Peyğəmbərimizə də buyurur ki, mənə tərəf dönənlərin yoluna tabe ol. Mənə munib olanlar, yəni misal çəkir həmin o silsiləni ki, o silsilə necə davranıbsa, sən də onlardan ol inan. Yəni fokus nöqtən, diqqət nöqtən, davamlı qalma nöqtən həmin bu inabət nöqtəsi olsun. Tövratda, İncildə də buna işarələr var ki, məsələn deyir ki, ey oğul, qayıt, qayıt öz ata evinə. Qayıt öz ata evinə əslində buna işarə eləmək istəyir ki, biz davamlı olaraq, biz övladlar misalında davamlı olaraq o ata evindən çıxırıq. Yəni o bayaq müqəddimədə qeyd etdiyim qəlbimiz sanki maqnetik sahəni, o maqnetik sahəni cəlb eləyə bilir. O sahədən uzaqlaşırıq və radar orada göstərir. Radar orada bizə siqnal verir ki, sən uzaqlaşırsan. Davamlı bunu bizə göstərir də. Qərarsız oluruq, narahat oluruq, iztirablı oluruq, başqalarından gözləntimiz olur. Bu hallar bizə əslində bunu göstərmək istəyir ki, sənin diqqət və fokus nöqtün başqa şeydir. Fokuslanmısan fəqirliyə, müsibətə, bəlalara, xəbərlərə, negativlərə, təhlükələrə, özü davamlı olaraq stressdə və həyəcanda saxlamısan. Qayıt ata evinə. Sonra başlayır izah eləməyə. Bu peyğəmbərlərin inabəsin 3 məqamda bizə izah edir. Birincisi deyir, onların inabəsi qorxu və müjdə balanslıdır. Qorxu və müjdə arasında bir tarazlıq olmalıdır. Yəni burada ümidsizlik və ya arxayınlıq deyil. Yəni onlar nə ümidsizdilər, nə də arxayındılar. Və burada olan qorxu bizim başa düşdüyümüz bu dünyəvi qorxular ki var, padşahlardan, müdirdən, rəisdən, nazirdən qorxular, bu qorxulardan deyil. Bu qorxu eşqdən doğan, aşiqlikdən doğan bir qorxudur. Aşiqlikdən doğan bir xovdur. Biz öncəki bölümdə qeyd elədik ki, İnsan öz sevdiyin hətta incitmək belə istəmir. Onunla danışıq dilin elə qurur ki, o inciməsin. Burada olan qorxu həmin o eşqdən doğan qorxudur. Nəinki cəhənnəm kimi, nəinki padşahlıqların və cəza qorxusu deyil yəni bu. Və eyni zamanda o balans ki olmalıdır. Yəni arxayın olmayın, arxayınlaşmayın. Bir növ azadlıq ki biz davamlı bundan danışırıq ki, azad olmalıyıq. Azad olmalıyıq nədən? Azad olmalıyıq həmin o fokus nöqtələrimiz ki var idi, mənfilər idi, pessimistlər idi, negativlər idi. Bunlardan azad oluruq. Bunlardan azad olandan sonra, yəni biz ki deyirik, azadlıq bütün o bağların kəsilməsidir əslində. Bütün o narahatlıq bağlarının kəsilməsidir əslində. Amma bir tərəfdən də hələ bağlılığın özüdür. Nəyə bağlılığın? Vahid bir nöqtəyə bağlılığın. Yəni azadlıq və bağlılıq kəlməsi əslində önəmli məsələdir ki, biz nədən azad olmalıyıq və nələrə bağlanmalıyıq? Bu qorxu və müjdə bir növ ona işarə edir ki, bu balanslıdır. İkinci izahı xidmət və təvazu. Yəni məqam sahibi ola-ola, xüsusi sayılıb, seçilib, ləyaqətləri var, amma buna arxayınlaşıb iddiaları yoxdur. Yəni qarşındakı insanlara münasibətdə olduqları, hətta Rəbbi ilə olan danışıq dilində belə o təvazunu göstərir. O xuzu və xuşu halı ki var, bu bizim bədənimizdə görsənən bir əhval ruhiyyədir, onu göstərə bilir. Yəni həm xidməti var, həm məqamı var, həm postu var, amma eyni zamanda da iddiasızdır. Bu günləri psixoloji cəhətdən biz bunu bədən dilində də oxuyuruq ki, necə oturmaq lazımdır, ayağı necə qoymaq lazımdır, ayağın altı qarşı tərəfdə oturana baxırsa, məsələn bu hansı davranışdır, bizim təlimlərdə, dərslərdə iştirak edən yoldaşlar bilirlər. Bu bədən dilində də bu günləri bilirik ki, necə edək ki, ümumiyyətlə biz qarşımızdakı insana o hissi verməyək ki, sənə yuxarıdan aşağı baxıram, bir şey bilirəm, özümü elmimin, özümü, məqamımın, postumun əsiri etməyəm. Əgər bir ictimai fəaliyyətdirsə, orada ayağımın üstünə oturub başqalarının işləməyini gözləməyəm. Yəni peyğəmbərlərin xüsusiyyətlərindən idi ki, hər hansısa bir ictimai fəaliyyət varsa, bunlar da orada fəaliyyətdə idilər. Bunlar da orada nələrsə eləyirdilər, nələrsə etməyə çalışırdılar. Halbuki etməsəydilər də ətrafında olan insanlar necə ki tutaq ki, biri müəllimdir, biri ustaddır bu günləri, hər hansısa bir fəaliyyət varsa, o otururlar, sən əyləş biz eləyərik, biri süfrə salır, biri qabları düzür, biri yuyur, biri yığışdırır. Oturub ayağın üstünə qoymazsan. Elədir. Bu inabət mövzusunu burada onu göstərir ki, elə ki,
xidmət və təvazu, yəni məqam və təvazunu balanslı şəkildə təyin edə bildi və bundan doğan məqsəd olur ki, çətinliklərdə qəlbi rahatlıq yaşayır. Ən ağır yükləri belə daşıya bilirlər və qəlblər o qədər geniş olur ki, bir növ təslimiyyətin ən uca zirvəsidir. Yaxşı, biz qeyd elədik ki, bunlar peyğəmbərlər üçün göstərir, yəni Ənsari rəhmətullah bu bölgünü bölür xüsusi kateqoriyalı insanlar üçün. Biz necə edə bilərik ki, bu mərhələləri özümüzdə gündəlik həyatımıza tətbiq edə bilərik? Özümüzə sual verə bilərik. Harda qorxu və müjdə arasında, azadlıq və bağlılıq arasında mən balans yarada bilərəm? Harda mən ictimai fəaliyyətlərimdə məqamıma görə, elmimə görə, bacarığıma görə, postuma görə necə edə bilərəm təvazunu icra edə bilim? Yerişimdə, rəftarımda, duruşumda. Məsələn, bu üçün ən gözəl məşqlərdən biri torpaqda yeriməkdir, piyada gəzmək. O qədər faydalıdır. Həm psixoloji cəhətdən, həm bioloji sağlamlıq cəhətdən bizim fizioloji bədənimizə xeyirdir, stresimizin azalmasına və eyni zamanda yeriyərkən o xuzunu və xuşunu, təvazunu dərk eləmək hər addımımızda, hər qədəmimizdə özümüz üçün məşq eləyə bilərik. Məsələn, Şəms-i Təbrizlə Həzrəti Mövlananın görüşmə məsələsi var. Bunu araşdırıb özünüz baxa bilərsiniz. Mövlana bundan öz xatirələrində bu formada yad edir ki, sanki sönmüş bir şam idim, sönmüş bir məşəl idim ki, Şəmsin mənə toxunuşu ilə o şamım atəş aldı, alov aldı, işıqlana bildi. Mövlana həmin vaxtda özünə görə bir məqamı, bir postu var da, öz qəbiləsinin, öz tayfasının, öz olduğu şəhərin axundu idi, şeyxi idi, əllaməsi idi. Birinci istədiyi ondan o bütün bağlılıqları ki var, bütün o özü üçün yaratdığı xülyalar ki var, onlardan əl çəkməkdir. Bir çox hallarda elm adamları buna tutulurlar. Məsələn, bu kimi mövzuları düşünürlər ki, köhnəlmişdir, bunların faydasız bilirlər. Bunların heç biri faydasız deyil əslində. Yəni, o elmi qürurdan, texnoloji qürurdan, bunlardan düşmək lazımdır aşağı və oturmaq lazımdır torpağa, torpaqdan qaçmamaq lazımdır. Və bu bizə Peyğəmbərə aid olan inabəni məşq eləməyə, praktik eləməyə kömək eləyə bilər. Siz də özünüzə sual verə bilərsiniz. Daha sonra dinləyərkən necə edə bilərəm mən azadlığım və bağlılığım arasında, qorxularım və müjdəm arasında, ümidsizliyim və arxayınlığım arasında balans yarada bilim. Eyni zamanda çətinliklərdə qəlbi rahatlıq. O qədər qəlbim genişlənsin ki, bütün çətinliklərdə belə öz istiqamətimi, öz yönümü dəyişməyəm. Biləm ki, gələn dərdi görən var. Yəni, sanki insan hopur o dəryada, sanki bir damlasan, düşürsən o okeana, o okeanda artıq sən də okeanın bir parçası olursan. Yəni, o dərdi belə, o problemi belə özünküləşdirmirsən. Həyatdır, hər birimizin sevdiyi, dəyər verdiyi, əzizi, doğması, övladı, bunlar danılmazdır. Amma bir tərəfdən də bilirik ki, bunlar hamısı dünyaya aid olandır və əbədi deyil. Bunu da bilirik. Amma bilməyimizə rəğmən qopa bilmirik axı. Sanki bu əzizlə, bu doğmayla, bu övladla mən əbədi olaraq yaşayacağım. Bizim əbədi olaraq yaşayacağımız həmin o damlanın dərya misalındadır ki, o dəryada əbədi və əzəl qalacaq. Bunu insan dərk eləyəndə, bunu insan hopdura biləndə artıq nə anksiyeti pozğunluğuna, nə depressiya pozğunluğuna, nə tənhalıq hissinə düşə bilmir. Bir balans, bir ruhi aramlıq yaranır, bir harmoniya yaranır ki, bu harmoniyanın içərisində həll eləyə bilir. Burada bir parantez açsın və etik cəhətdən, əxlaqi cəhətdən və elmi cəhətdən də düzgündür ki, hansı ki biz bunu kitab mütaliəmizin ilk görüşündə də vurğulamışdıq. Bütün bu sözlər hamısı onun üçün qeyd olunur ki, bizim hər kəsdən gözləntimiz yoxdur ki, mütləq şəkildə hamı bu cür fikirləşməlidir və bu mövzuları klinik olaraq, terapevtik olaraq, resept olaraq istifadə edə bilər. Belə bir iddiamız yoxdur və bu iddia da yanlışdır. Bizim baxışımız bu haqda birinci görüşün sessiyasında və ya öncəki təlimlərdə buna işarə etmişik ki, hər hansısa bir psixoloji problemlər eyni ilə bir ev misalını bənzətmişdik ki, əgər orada davamlı bir nəm verirsə, uzama varsa, tökülmə varsa, bizim metaforumuz bundan idi. Biz onun üzərinə lipqa vurmaq, aboy çəkmək, nə bilim, onun üçün şpaflyovkalamaq, rəngləmək, bunun mahiyyətini dəyişmir, o problemi aradan qaldırmır. Bəzən lazımdır ki, biz elmi psixoloji əsaslarla sökək-tökək bütün o vırdığımız aboyları, bütün o maskaları tökək yerə, onu sağaldaq psixoloji cəhətdən və daha sonra bu mövzular oturacaq onun üzərinə eyni ilə sağlam bir evin çılçırağı kimi, bəzəyi kimi.
Bu mövzu önəmli bir mövzudur ki, bunu diqqətimizdə saxlayaq ki, bütün bunların, bu mərhələlərin, bu meydanların heç biri klinik olaraq, terapevtik olaraq, resept olaraq istifadə edilmək üçün ki, bir adamın məsələn anksiyete pozğunluğu var, obsessiv problemi var, panik atakı var, ona deyək ki, gəl sən bunun bu dərslərə qulaq asmaqla və yaxud da bu məqamları həll eləməklə sən psixoloji narahatlığın aradan qalxacaq gözləntimizdə olmasın. İnsanların potensialları, insanların ruhi, psixoloji durumları hamısı eyni deyil. Ola bilər hər hansı kateqoriyaya bu yaxşı təsir eləsin, ola bilər ki, kömək etməsin. Ona görə bu nöqtə bizim vacib olaraq diqqət önümüzdə qalmalıdır. Yaxşı. Bir nöqtəni qeyd edeyim buradakı çətinliklərdə qəlbi rahatlıq mövzusunda önəmli məsələlərdən biri budur ki, biz yuxarıda fokusdan danışdıq, diqqətdən danışdıq. Elə ki, insan fokusun ümumiyyətlə şadlıq, firavanlıq, xoşbəxtlik, zənginliyə yönəldə bildi, bir növ Allaha yönəldə bildisə, onun həyatında ümumiyyətlə çətinlik deyilən bir hal baş vermir. Yəni çətinlik deyilən mövzu ya imtahandır, ya məqamın ucalmasıdır, yeni levelə keçilməsidir. Bütün bunların hamısı məna və etibarın dəyişə bilir. Ümid edirəm ki, növbəti irəliləyən görüşlərdə də bunlar haqqında daha geniş şəkildə danışarıq. İkinci rükünü, ikinci bölümü tövhid əhlinin inabəsidir. Bir növ bizlərin. Bu mərhələ artıq demək olar ki, bizə aiddir. Məsələn, buna işarələr gətirir ki, Rəbbinizə dönün. İmanın davranışa çevrilmə mərhələsi də deyə bilərik buna. Bu da necə olmalıdır? İqrardan olmalıdır. Yəni, dilə gətirməlisən tövhid əhlinin inabəsi, iqrar və ixlasla dilə gətirməlisən. Yəni ki, mən qəlbim təmizdir yox. Qəlbin təmizliyin, o yaşantıları, o həqiqəti, o yönəldiklərini iqrar etməlisən. Və burada tövhid əhli deyəndə məsələ bu deyil ki, mən tək Allaha ibadət edirəm. Tək Allaha ibadət edirəm və yaxud da on Allaha ibadət edirəm məsələsi deyil. Sən nə qədər ümumiyyətlə müvəhhidsən məsələsidir. Sənin həyatında ümumiyyətlə bu təkliyin və yeganəliyin yeri nədir? Bu yeganəlik mövzusu ki var, vəhdət mövzusu ki var, birlik mövzusu var. Sənin həyatında necə iqrar olur? Elə ki, bu iqrar olduğu daha sonra əməllərdə könüllü itaət yaratmalıdır, bəsirət yaratmalıdır, ixlas yaratmalıdır. Yalnız Allah üçün, yəni yalnız həmin o yönləndiyim həqiqət üçün yaşamaq, haqqı haqq kimi görmək, bu əmirlərə əzab kimi baxmamaq, yəni onu könüllü itaət edirsən artıq və hər hansısa bir qadağalar da varsa, əslində qadağalar nədir? Yəni bu əmirlərə könüllü itaət etmək, qadağalara hörmət etmək, düşünürəm ki, bu günləri yetkin olan hər insan bilir. Burada illah da deyil ki, bizim mövzumuz köklənmirik ki, hər hansısa bir şəri məsələ deyil bizim məqsədimiz. Yaxşı və pisi bizim fitrətimiz dərk eləyir. Yaxşı nədir, pis nədir? Ariflərin birindən soruşurlar ki, bizi nəsihət elə. Deyir ki, yaxşı olun. Biz də öz cümlələrimizdə bunu istifadə edirik. Məsələn, bir-birimizdən ayrılanda deyirik ki, çox sağ ol, salamat olun, yaxşı olun. Bu yaxşı olun kəlməsi hərin bir kəlmədir. Yəni yaxşını hamı bilir yaxşı nədir. Hamı bilir yaxşı nədir. Pis nədirsə onu da hamı bilir pis nədir. O yaxşını olğunan, həmin o yaxşının özü olğunan. Davranışlarında, iqrarında, əməllərində göstərə bilginən. Üçüncü və sonuncu bölgüdə ariflərin inabəsini gətirir. Buyurur ki, Qurandan ayə gətirir bunda Rum 31-i ki, onlar Allaha döndülər. Ariflər, yəni tanıyanlar, bilənlər, Allahla ünsiyyətdə olanlar. Burada dönüş yenə də artıq bir feili və ya davranışsal deyil, bir halın baş verməsidir. Yəni hər hansı bir hadisə baş vermir burada. Bir haldır ki, o halda qalmaqdır. Günahdan uzaq olmaq. Ömrünü harda sərf edirsən sualı ki var. Bugün ən önəmli məsələlərdən biri israf deyiləndə biz elə bilirik ki, işığı söndürgünən, suyu bağlagınən, yəni elə bilirik ki, bu suda çayı çox içsəm israf eləyəcəm, bunu çox yesəm israf eləyəcəm. Fikirləşmirik ki, bunlar hamısı boldur. Biz bolluğa, naz-ı nimətlərə o qədər iman gətirməmişik ki, elə bilirik ki, qıtlıqdır. Bunları çox işləsəm qutaracaq. Ən böyük, ən önəmli məsələ, mən ömrümü harda sərf edirəm? Günahdan uzaq olmaq məsələsidir ki, insan an-ba-an özünə sual verə bilər, inabətdə qalan insan, istiqamətin yönəldə bilən insan ki, və bu artıq qorxudan deyil, bu artıq təbiəti gərəyi, daxildən gələn bir səsdir ki, içindən gələn bir səsdir ki, xeyrin və ziyanın nə olduğunu dərk edib artıq. Fərqinə varıb ki, ən yaxşı müamilədə mən uduzmayam, ömrümü harda sərf edirəm, nəyə qulaq asıram, kimi dinləyirəm, hara gedirəm, nə işlə məşğul olam. Davamlı olaraq burada qala bilən insandır irfan əhli. İtaətdə xəcalət,
Yəni elədiyi yaxşılıqları, itaət burada sadəcə vacib itaətlərdən getmir. Yəni dərhal ağlımıza namaz, oruc, xumus bunlar gəlməsin. Onlar da var təbii ki. İtaət hətta insanlara xidmət, heyvanlara xidmət, təbiətə xidmət, yaşadığın yeri təmizləmək. Bunlar hamısı itaətdir də. Bunlar hamısı itaətdir. İtaətdə xəcalət hiss eləmək. Yəni etdiklərin kifayət saymamaq. Bundan da artığını eləyə bilərdim. Bundan da daha yaxşılığını eləyə bilərdim. Məsələn, bu dərslərimizə daha yaxşı hazırlaşa bilərdim. Daha yaxşı şəkildə, daha keyfiyyətli şəkildə sizə çatdıra bilərdim. Davamlı olaraq öz etdiklərindən Yaradanı ilə öz arasında xəcalət çəkmək ki, ilahi, ta ki eləyə bilərdim, bundan da artığını eləyə bilərdim. Əlimdən gələrdi, daha çoxunu eləyərdim. Neynədim ki, yəni? Bütün bu hallarda qalmaq bizi o istiqamətdə saxlaya bilir və xəlvətdə həqiqətlə, mənbə ilə, Yaradan ilə, Allah ilə ünsiyyətdir. Tək qalmaqdan qorxmur, darıxmır, sıxılmır, özündən qaçmır. Yəni tənhalığın belə sevir, təkliyin belə sevir. Burada artıq insanın mərkəzi dəyişib. Yəni o mərkəzi sanki o qəlb ki olur, əl-qəlbu həramullah, qəlb olur Yaradanın evi, o qəlbdə huzur tapmaqdır. O qəlbdə mərkəzləşə bilməkdir. Elə ki o qəlbdə mərkəzləşə bildiyi insan xəlvətdə də haqq ilə ünsiyyətin ləzzətini alır. Bəhanə axtarır ki, xəlvətinə qaçsın. Bəhanə axtarır ki, o xəlvətdə öz aşiq, məşuq arasında diyaloqun qura bilsin, keyfi yaşaya bilsin, o ləzzətin yaşaya bilsin. İnabə barəsində Qəzzalinin İhya Ulumuddin kitabında vurğulayır ki, qəlbin ilahi bağlılığı və ya Harisəl Mühasibi fəna, yəni həmin o bizim damcı və dərya misalındakı necə fəna olur, o fənaya işarə edir. Söhrəvərdi artıq işıq istiqamətinə yox, o mənbənin özünə doğru dönüşü və o işıqla yaşamağı bildirir. Carl Gustav Jung'un əsərlərində inabət mövzusu arketiplarla self anlayışın, özlük anlayışının birləşməsi kimi bəyan edir. Arketiplar bunlar idi ki, sanki bizim genimizdə, bizim DNA'mızda, bizim keçmişimizdə baş verən xarakterləşmiş formalar var, arketiplar var, bənzərliklər var. O arketipların hazırki selfimlə birləşməsidir, özləşməsidir. Frankla görə mənanın yenidən və daha dərindən tapılmasıdır. Yəni o perspektiv ki var idi, məni hərəkətə gətirirdi, sanki o uzaqda gördüyümə doğru hərəkət etmək, artıq burada yeni və dərin bir məna qatır Frankl buna ki, burada artıq sən başqalarından, ətrafdan deyil, o daxildən o mənanı, daxili motivasiyada ki biz danışırdıq, bu haqda biz işarə edirdik, artıq sən kənar motivasiyalara, kənardan səni tətikləyəcək amillərə fokuslanmırsan. Övladımı görüm, filan şey əldə edeyim, kitabımı yazım, filan təlimi qoyum, yox. Artıq sən yeni bir məna tapırsan. Ola bilər dillər fərqli olsun, psixoloji dillər, amma əsas məqsəd eynidir. Əsas məqsəd nədir? Əsas məqsəd budur ki, insanın öz mərkəzinə qayıdışı, öz mərkəzində qalması və öz mərkəzində yaşaya bilmək potensialı. Buna da olur inabə. Buna görə önəmlidir ki, biz artıq burada öyrənək ki, tövbə etdik, səhvlərdən dönüş etdik, insanlarla necə yaşamağı, mürüvvət məqamında öyrəndik və artıq burada hər şeydə haqqı görmək, hər şeydə haqda yaşamaq, haqda qalmaq. Çünki bizim 97 məqamımız hələ qalıb, davamlı çönüb dala baxmayaq. Hər gözəl deyilənə, o da gözəldir, bu da gözəldir deyiləndə çönüb baxmayaq deyə. Yəni gözümüz sağda, solda qalmasın deyə, yerimizdə qala bilək deyə inabə mövzusu önəmlidir. Bizi mərkəzdə saxlayır, bizi həmin o istiqamətdə saxlaya bilir ki, adı Sirat-əl Müstəqimdir. Həmd və səna edirəm Rəbbimə ki, biz planlaşdırmadan, biz hədəfləmədən, əziyyət çəkmədən, sanki 1000 il bundan qabaq toz torpaq basmış, üzəri qubar basmış əsərləri biz üçün üzə çıxara bilir. Bəzən oturub fikirləşirik ki, məsələn, nə tapşırıq verək? Hər dərsdə məsələn bir tapşırıqlar verirdik də, filan tapşırıq eləyin. Yəni burada heç bir tapşırıq əslində yoxdur. Doğrudan da insan ləms eləyəndə, danışa biləndə, an-ba-an və ləhzə-bələhzə öz qəlbi evində ki, ata evi dedik ona, dön gəl o evə, qayıd o evə, qal o evdə, yaşa o evdə, gözün orada burada qalmasın davamlı. Sanki burada artıq nə tapşırıq eləyək, artıq nə xüsusi bir addım ataq. Şükürdən başqa eləyə biləcəyimiz bir şey yoxdur ki, bu kainat sanki bu dövrdə kimlərinsə başı qarışıb hansısa xəbərlərə, hansısa hadisələrə, hansısa hallara bir ovuz insan yığılıb və ya bir ovuz insan da gəlib yığılacaq, özümüzü xatırladacaq, ata evin xatırladacaq bizə ki, sənin aramlığında, rahatlığında, azadlığında, bağlılığın da buradadır.
nələrdən azad olsun, hansı iplərdən qopa bilsən, hansı fokuslardan yönəldə bilsən və yeganə vahid bir bağın olsa, vahid bir ipin olsa, əzəli və əbədi eşqin olsa, sənə kifayət edəcək bütün aramlığa və bütün rahatlığa, bütün ləzzətlərə, bütün xoşbəxtliyə və bütün səadətə. İlahi, sənə and veririk bu səadət üçün, bu xoşbəxtlik üçün, bu nemətləri bizə dadızdırdığın üçün, eşitdirdiyin üçün, bu məqamlara yüksəlməyin yolların bizim üçün açdığın üçün sənə təşəkkür edirik. Biz vasitəyik, bizim səsimizlə yüzlərlə, minlərlə insana bu səsi çatdırıb, onları da ata evinə qaytarmaqda vasitə olacaqsan, onları da aramlığına çatdıra biləcəksən, öz potensialların, öz güclərin əldə eləyib, artıq sürünmədən, iməkləmədən, hətta yerimədən, pərvaz edərək, uçaraq yaşaya bilməyi bizə öyrədirsən. Edə biləcəyimiz yeganə tapşırıq, yeganə hal bu gecələrdə şükürdən başqa bir şey deyil. Bütün bəxş etdikləri üçün, bütün verdiyi nemətlər üçün, bütün vasitələr üçün İlahi, sənə sonsuz təşəkkürlər olsun, şükürlər olsun. Bizi bura yığdığın üçün, bunları eşitdiyimiz üçün, bunları yaşaya bildiyimiz üçün bizə bunun dərkin ver, idrak etməyə bizə qəlbi hal ver, idrak etməyə bizə şuur ver. İdrak etdiyimizi davamlı olaraq xatırlaya bilək, davamlı olaraq yadımıza düşsün və bilirik ki, davamlı olaraq xatırlamaq üçün bizim təkrarda ehtiyacımız var. Təkrar etdikcə, ən azı gündə yarım saat da olsa, 40 dəqiqə də olsa özümüzü qaytarmaq üçün şanslar verək, qaytarmaq üçün vaxtlar tanıyaq ki, bizə xatırlatsın bu yolları. Hər birinizə burada olduğunuz üçün, dinlədiyiniz üçün, bu məqama çatdığınız üçün təşəkkür edirəm. Hisslərinizi, duyğularınızı, yaşadıqlarınızı sabahları yəqin ki, səs yazısı editlənər və ixtiyarınızda qoyular. Bizlərlə bölüşə bilərsiniz. Gecəniz, gündüzünüz xeyirli olsun. Sizləri əbədi və əzəli olan və həqiqi olan, yeganə olan, vahid olan, qəlbinizdə, sizdən uzaqda yox, nə səmada, nə yerin dibində yox. Elə sizin öz qəlbimizdə, sizinlə olan ləhzə-bələhzə, an-ba-an sizinlə pıçıldaşan, danışan, ən gözəl Rəbbinizə, əbədi və əzəli olan eşqə əmanət edirəm. Gecəniz və gündüzünüz xeyirlə olsun, xeyirlə qalın inşallah. Allah'a əmanət olun.